Salam dostlar, hər vaxtınız xeyir. Baxırıq 2026-cı il 1-ci qrup model suallara. Deməli, birinci sualdan başlayaq. A-nın kök altında 5-ci dərəcədən 2a + 7 bərabərdir 2a + 7 bərabərliyini doğru edən həqiqi qiymətlərinin hasilini tapın. Burada nəyə fikir verirsiniz? Ümumiyyətlə, kök altında 5-ci dərəcədən x bərabərdir x bərabərliyi. Təbii ki, burada söhbət həqiqətlər çoxluğundan gedir. X bərabərdir 0, x bərabərdir 1 və x bərabərdir -1 olduqda yalnız doğrudur. O zaman 2a + 7 bir dəfə bərabərdir 0-a. Buradan alarıq ki, a bərabərdir -3,5. Daha sonra 2a + 7 bərabərdir 1. Buradan alarıq ki, a bərabərdir -3. Bir də ki, 2a + 7 bərabərdir -1-ə. Buradan da alarıq ki, a bərabərdir -4. Bizə deyir ki, a-nın həqiqi qiymətlərinin hasilini tapın. Yəni, bu qiymətlərin hasilini bizdən soruşur. -3 vur -4 deyir 12. 12-ni də vursaq, deməli, -3,5-ə və yaxud -7 bölünsün 2-yə. Cavab eləyəcək burada -42. -42 A bəndi. Baxaq ikinci suala. İkinci sualda deyir ki, tənliyinin ən kiçik müsbət kökünü tapın. Kosinus 2x üstə gəlinsin 2 kosinus kvadrat 7x. Buradakı 1-i bərabərliyin sol tərəfinə keçirdək. Çıxılsın 1 bərabərdir 0. Bu da aydındır ki, kosinus 14x-ə bərabərdir bu hissə. O zaman kosinus 2x, çünki bu kosinus 2 alfanın düsturudur da, üstə gəlinsin kosinus 14x bərabərdir 0-a. İndi burada cəmin hasilə çevrilməsi düsturundan istifadə edəcəyik. O zaman olacaq 2 kosinus 2x plus 14x-in yarısı, yəni 8x vurulsun kosinus. Bir də ki, bunların fərqinin yarısı. Hansından hansını çıxmağınızın elə də böyük bir fərq olmur. Çünki kosinus cüt funksiya olduğuna görə onsuz da yəni mənfi də yazsaz o müsbət olacaq. Yəni 14x çıx 2x bölünsün 2. 6x bərabərdir 0-a. Burada bir dəfə yazırıq ki, kosinus 8x bərabərdir 0-a. Buradan alarıq ki, 8x bərabərdir, xüsusi haldır bu. Pi bölünsün 2, üstə gəlinsin pi k. Buradan da hər tərəfi 8-ə bölsə, x bərabər olacaq. Pi bölünsün 16, üstə gəlinsin pi k bölünsün 8. Digər tərəfdən kosinus 6x bərabərdir 0-a. Buradan alarıq ki, 6x bərabərdir. Pi bölünsün 2, üstə gəlinsin. Tutaq ki, pi n bərabərdir. Buradan yəni alınır. X bərabərdir. Hər tərəfi 6-ya bölsək, pi bölünsün 12, üstə gəlinsin pi n bölünsün 6. Burada k tam ədəddir. Təbii ki, burada da n də tam ədəd olacaq. Deməli, gördüyünüz kimi 2 ədəd həllər seriyası aldıq. Bizə deyir ki, ən kiçik müsbət kökünü tapın. Burada pi bölünsün 16, pi bölünsün 12-dən kiçik olduğuna görə biz birinci hissəyə fokuslana bilərik. Burada k-ya 0 versək, qalacaq sadəcə pi bölünsün 16. Deməli, bizim ən kiçik müsbət kökümüz olacaq pi bölünsün 16. C variantı. Baxaq üçüncü suala. Üçüncü sualda deyir ki, P parametrinin hansı qiymətində funksiyasının bütün ədəd oxunda tərs funksiyası var. Tərs funksiyanın varlığı haqqında belə bir teorem vardır ki, ümumiyyətlə x oblastında təyin olunmuş y bərabərdir fx kəsilməz funksiyasının tərsi olması üçün onun ciddi monoton olması zəruri və kafidir. Ciddi monoton nə deməkdir? Ciddi monoton odur ki, bu funksiya ya artsın, ya da azalsın. Məsələn, sizin hamınızın bildiyiniz kvadratik funksiyanın təyin etdiyi qrafik nədir? Parabola. Düzdür? Baxın, bu parabolaya fikir verin. Parabola müəyyən hissəyə qədər azalır, daha sonra artır. Təbii ki, söhbət burada bütün ədəd oxundan gedir. Məsələn, fx bərabərdir x kvadrat kvadratik funksiyası bütün ədəd oxunda tərsi olan bir funksiya deyildir.
Lakin biz təyin oblastını seçsək, məsələn, mənfi sonsuzluq 0 təyin oblastını yəni götürsək, bu yarım intervalda bu funksiyanın tərs funksiyası var. Lakin söhbət burada gedir bütün ədəd oxunda. Bütün ədəd oxunda kvadratik funksiyanın tərsi yoxdur. Ona görə bu funksiya x kvadratının əmsalı 0-a bərabər olmalıdır. Yəni başqa sözlə p kvadrat çıxılsın 9 bərabər olmalıdır 0-a. Buradan da p1 bərabərdir 3 və p2 bərabərdir -3 olduğunu alarıq. Bəs hansını götürməliyik? Təbii ki, burada biz 3-ü götürəcəyik. Niyə? Çünki fikir verin, -3-ü əgər götürsək, x kvadratının əmsalı 0-dır. Buna razıyıq. Lakin x-in də əmsalı 0-dır. Burada 4p plus 12 var. P-nin -3 qiymətini yerinə qoysa x 0 olur. X kvadratının da əmsalı 0 oldu. Əlimizdə qalacaq fx bərabər 9 sabit funksiyası. Sabit funksiyanda tərs funksiyası olmadığına görə deməli p -3 ola bilməz. Bu bizim şərtimizə uyğun deyil. O zaman p olacaq 3. Cavab elədi burada B bəndi. Baxaq 4-cü suala. 4-cü sualda deyir ki, həqiqi əmsallı kvadrat təninin kökləri olarsa p2 plus mn cəmini tapın. X kvadrat çıxılsın px üstəgəlsin q bərabərdir 0. Bu həqiqi əmsallı kvadrat tənlikdir. Köklərindən biri x1 bərabərdir m plus 2 idir. x2 bərabərdir 3 üstəgəlsin n-i. Əgər bu həqiqi əmsallıdırsa, onun kökləri qoşma kompleks ədədlər olmalıdır. Başqa sözlə, bu kompleks ədədlərin həqiqi hissələri bərabər olmalıdır. Xəyali hissələrin əmsalları isə əks ədədlər olmalıdır. Yəni m 3-ə bərabərdir, n isə 2-nin əksinə, yəni -2-yə bərabər olmalıdır. O zaman biz aldıq ki, bizim köklərimiz 3 üstəgəlsin 2i, bir də ki, x2 bərabərdir 3 çıxılsın 2 idi. Weyl teoreminə əsasən də siz bilirsiniz ki, p köklər cəmidir. Bunların cəmi eləyəcək 6, q isə köklər hasildir. Yəni 3 üstəgəlsin 2i, vurulsun 3, çıxılsın 2i. Bu da eləyəcək 9 çıxılsın 4i kvadrat, yəni 9 plus 4, 13. Son məzmunda bizdən p2 plus mn cəmini soruşur. p2 üstəgəlsin mn bərabər olacaq. 13 vur 6, 78, çıxılsın mn 6 bərabərdir 72-yə. Cavabımız olacaq burada 72 D bəndi. Baxaq 4-cü suala. Daha doğrusu 5-ci suala. Bərabərsizliyini həll edin. Aha. Deməli, burada nəyə fikir verirsiniz? Gördüyünüz kimi bu kəsrin surətindəki ifadə x kvadrat çıxılsın 4-ün mötərizə kvadratıdır. X kvadrat çıx 4-ü də özümüz vuruqlara ayıra bilirik də. X çıxılsın 2, vurulsun x üstəgəlsin 2. Lakin hər birinin kvadratı. Bölünsün. Aşağının da vuruqları açıq şəkildə görünür ki, x çıxılsın 3, vurulsun x çıxılsın 2-yə bərabərdir. Kiçikdir bərabərdir 0-dan. X fərqlidir 2 şərti daxilində biz bununla bunu ixtisar edə bilərik. O zaman qalacaq nə? X çıxılsın 2 vurulsun. X üstəgəlsin 2-nin kvadratı bölünsün x çıxılsın 3. Kiçikdir bərabərdir 0. Deməli, gəlin bunu intervallar üsulu ilə həll edək. Sıfırlarını yazaq. Deməli, -2-ni alacaq. Düzdürmü? -2-ni alır. 2-ni almır. 3-ü də almır. Müsbət, mənfi, müsbət. Bu -2 hər tərəfində eyni işarə saxlayır. Çünki bunu 0-a bərabər eləyir. Kvadratik ifadəni 0-a bərabər etdiyinə görə hər iki qolunda eyni işarə saxlayacaq. Bizə lazımdır mənfi hissə, yəni 2-3 intervalı. Lakin -2 də bizim bərabərsizliyimizin həllidir. Çünki -2-ni aparın burada yerinə qoyun. Baxın, bura olacaq 0. Bura 0-dırsa avtomatik bu ifadə 0-a bərabər olur. Yəni 0 kiçik bərabərdir 0 doğrudur da, düzdürmü? O zaman -2 də bizim bərabərsizliyimizin həllidir. Yəni 2-3 intervalı birləşir -2. Cavab eləyəcək burada Y bəndi. Baxaq 6-cı suala. 6-cı sualda deyir ki, funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərinin sayını tapın. Gəlin burada 7,
Kosinus kvadrat x-in yerinə yazaq. Dərəcə azaltma düsturuna əsasən 1 üstəgəlsin kosinus 2x bölünsün 2. Bu bərabər olacaq 3,5 üstəgəlsin 3,5 kosinus 2x. Aparaq bu ifadəni 7 kosinus kvadrat x-in yerinə qoyaq. Y bərabərdir kök altında 3,5 üstəgəlsin 3,5 kosinus 2x çıxılsın 12 sinus 2x plus 9. Bu bərabərdir. Kök altında 3,5 plus 9 eləyəcək 12,5. Üstə gəlinsin 3,5 kosinus 2x çıxılsın 12 sinus 2x. İndi nəyə fikir verirsiniz? Baxın, bu ifadənin biz deməli qiymətlər çoxluğunu tapa bilərik. Çünki biz bilirik ki, fx bərabərdir a sinus x plus minus b kosinus x şəklində olan funksiyaların qiymətlər çoxluğu mənfi kök altında a kvadrat plus b kvadrat müsbət kök altında a kvadrat plus b kvadrata bərabərdir. O zaman bundan istifadə edərək, baxın bu ifadədəki, bu mötərizə daxilindəki hissənin biz qiymətlər çoxluğunu tapa bilərik. Nəyə bərabər olacaq? Mənfi kök altında, deməli 3,5-in kvadratı, 3,5-in kvadratı səhv etmirəmsə 12,25-dir. 12,25 üstəgəl 12-nin kvadratı 144. O da eləyəcək, deməli 156,25. Düzdür? 156,25. Bir də ki, müsbət kök altında 156,25. Düzdür? Kök altında 156,25-də 12,5-in kvadratıdır. Yəni, bura eləyəcək mənfi 12,5, müsbət 12,5 parçası. İndi, baxın, bu hissənin, bu mötərizə daxilindəki hissənin qiymətlər çoxluğu budur. Bunun üzərinə biz gəlirik 12,5. Bax, bunun üzərinə 12,5 gələndə, əslində bu cür yazılış o qədər də düzgün deyil. Lakin bax, bura oldu 0, bura oldu 25. Kök altında olduğuna görə ümumilikdə bu funksiyanın qiymətlər çoxluğu olacaq 0, kök altında 25, o da 5 eləyir. Yəni, bu funksiyanın qiymətlər çoxluğu oldu 0,5 parçası. Deyir ki, bu parçaya daxil olan tam ədədlərin sayını tapın. 0, 1, 2, 3, 4 və 5. 1, 7 eləyəcək, deməli 6 dənə. Cavab eləyəcək burada A bəndi. Keçək 7-ci suala. 7-ci sualda deyir ki, iki müxtəlif silindrin yan səthlərinin açılışı tərəfləri 12 və 16 olan düzbucaqlılardır. Deməli, siz bilirsiniz ki, deməli, silindrin yan səthinin açılışı belə bir düzbucaqlıdır. Düzdür, bura hündürlükdür. Bura L-dir, yəni L 2πr-dir burada. Çevrəsinin uzunluğudur. Burada iki hal ola bilər. Ya birinci H12-dir, L 16-dır. Ya da ki H16-dır, L 12-dir. Ona görə biz iki hala baxacağıq. Birinci hal yazaq. Birinci hal. Birinci halda tutaq ki H bərabərdir 12-dir və L bərabərdir 16-dır. L 16-dırsa, yəni 2πr bərabərdir 16-ya. Buradan alaram ki, R nəyə bərabərdir? 8 bölünsün pi-yə. O zaman V1 nəyə bərabər olacaq? Pi r kvadrat H. Pi r kvadrat H da 12-dir. Eləyəcək 64 vurulsun 12 bölünsün pi. İndi baxaq ikinci hala. İkinci hal. İkinci halda hündürlük 16-dır. Çevrəsinin uzunluğu 12-dir. O zaman 2πr bərabərdir 12-yə. Buradan alarıq ki, R bərabərdir 6 bölünsün pi-yə. O zaman V2 bərabər olacaq pi R kvadrat, yəni 36 bölünsün pi-nin kvadratı vurulsun 16. Bu bərabər olacaq 36 vurulsun 16 bölünsün pi. Deyir ki, kiçik silindrin həcmi böyük silindrin həcmi neçə faizini təşkil edir? Yəni V2 bölünsün V1 vurulsun 100% bizdən soruşur. Aparaq yerinə qoyaq. Hər ikisi məxrəcində pi var. Onlar onsuz da burada yazdıqda ixtisar olunacaq deyə. Gəlin heç onu bəri başdan yazmayaq. 36 vurulsun 16 bölünsün 64 vurulsun 12
vurulsun 100 bərabərdir. Burada ixtisar getdi, qaldı 4. 36 bölü 4, 9. 9-dan da 12 3-ə bölsək 3, burada qalır 4. 4-də 3-ü də 100-ə vuranda eləyəcək 75%. 75% B bəndi. Baxaq 8-ci suala. Deməli, 8-ci sualda deyir ki, ifadəsinin qiymətini tapın. Tutaq ki, bu hər hansısa bir x ədədinə bərabərdir. Yəni, x bərabərdir 3 üstü loqaritma 15 əsasdan 45. Vurulsun 5 üstü loqaritma 15 əsasdan 0,2. Gəlin hər tərəfi loqaritma 15 əsasdan deməli, loqaritmləyək və yaxud buna bilavasitə potensiallama üsulu deyirlər. Deməli, yazaq. Loqaritma 15 əsasdan x bərabərdir. Loqaritma 15 əsasdan 3 üstü loqaritma 15 əsasdan 45 vurulsun 5 üstü loqaritma 15 əsasdan 0,2. Bu hasili biz cəm şəklində yaza bilərik də. 2 ədəd loqaritmi cəmi şəklində. Loqaritma 15 əsasdan 3 üstü loqaritma 15 əsasdan 45 üstə gəlinsin loqaritma 15 əsasdan 5 üstü loqaritma 15 əsasdan 0,2 bərabərdir. Loqaritm xassəsinə əsasən bu hissə loqaritm deməli qarşısına çıxa bilər. Yəni loqaritma 15 əsasdan 45 vurulsun loqaritma 15 əsasdan 3. Deməli, baxın 0,2 5 üstü mənfi 1-dir. Həmin o mənfi bunun qarşısına çıxacaq. Qalacaq loqaritma 15 əsasdan 5. Və demişdik ki, bayaq da dedik ki, baxın bu hissə qüvvət loqaritmin qarşısına çıxa biləcək. Çıxılsın loqaritma 15 əsasdan 5 vurulsun loqaritma 15 əsasdan 5 bərabərdir. Loqaritma 15 əsasdan 45-in yerinə yaza bilərik. Loqaritma 15 əsasdan 3 üstə gəlinsin loqaritma 15 əsasdan 15 mötərizə daxilində təbii ki vurulsun loqaritma 15 əsasdan 3 bu da eləyəcək loqaritma 15 əsasdan 5-in kvadratı bərabərdir. Bu eləyir 1. Loqaritma 15 əsasdan 3-ü mötərizə daxilinə vuraq, açaq. Loqaritma 15 əsasdan 3-ün kvadratı üstə gəlinsin loqaritma 15 əsasdan 3 çıxılsın loqaritma 15 əsasdan 5-in kvadratı. Kvadratlar fərqinin düsturuna əsasən bunları sadələşdirək. Bir dəfə bunların cəmi loqaritma 15 əsasdan 3 üstə gəlinsin loqaritma 15 əsasdan 5. Bir də ki fərqi loqaritma 15 əsasdan 3 çıxılsın loqaritma 15 əsasdan 5. Deməli, bir də ki, üstə gəlinsin loqaritma 15 əsasdan 3. Düzdür? Bərabərdir. Baxın, toplama olanda əsaslar eynidirsə, bunları vura bilərik. Olacaq 3 vur 5, 15. Loqaritma 15 əsasdan 15 də 1-dir. O zaman bu hissənin cavabı oldu 1. Burada fərqdir deyə böləcəyik. 3-ü 5-ə verir 0,8. Yəni olur loqaritma 15 əsasdan, daha doğrusu 0,6. Üstə gəlinsin loqaritma 15 əsasdan 3. Bu da bərabərdir loqaritma 15 əsasdan 0,6 vur 3, 1,8. Son əvvəlində biz yazmışdıq ki, loqaritma 15 əsasdan x bərabərdir. Loqaritma 15 əsasdan x bərabərdir. İndi də bunu aldıq. Loqaritma 15 əsasdan 1,8. Buradan da alınır. X bərabərdir 1,8 olacaq. Cavabımız olacaq burada bizim 1,8 C bəndi. Çox maraqlı sual idi. Baxaq 9-cu suala. Limitini hesablayın. Deməli, biz bu limiti, iki limitin cəmi şəklində göstərə bilərik. Yəni, limit x yaxınlaşanda 0-a tangens kvadrat
3x bölünsün x kvadrat. Üstə gəlsin limit x yaxınlaşdıqda 0-a 1 çıxılsın kosinus 2x bölünsün x kvadrat. Bərabərdir deməli sual. Bunu soruşur bizdən. Deməli gəlin buna fikir verək. Limit x yaxınlaşanda 0-a bu nəyə bərabərdir? Tangens 3x bölünsün x-in mötərizə kvadratına. Görkəmli limitdən bilavasitə, yəni aldığımız bir nəticədir ki bu. Bunun cavabı 3-ə bərabərdir. Birinci görkəmli limitdən istifadə edərək asanlıqla göstərə bilərsiniz ki, baxın bunun cavabı 3-dür. 3-ün kvadratı eləyəcək 9. Bunun cavabı isə, gəlin bir dənə bunu hesablayaq. Limit x yaxınlaşanda 0-a 1 çıx kosinus 2x 2 sinus kvadrat x-ə bərabərdir. Buradakı 2 limit qarşısına çıxsa 2 vurulsun. Demək, sinus kvadrat x bölünsün x kvadrat. Yazarıq sinus x bölünsün x-in mötərizə kvadratı. Bu da birinci görkəmli limitdir. 1-ə bərabərdir. O zaman 2 vurulsun 1 cavab olacaq 2. Bunun cavabı oldu 9. İkinci limitin cavabı oldu 2. Bunları da cəmi eləyəcək. 9 plus 2 11. Cavabımız oldu bizim burada 11 D bəndi. Baxaq 10-cu suala. Hansı halda 6 üstü x bərabərdir? 6 çıxılsın x üstü 6 tənliyinin həqiqi köklərinin sayının qrafik üsulla müəyyən edilməsi düzgün təsvir olunmuşdur. Deməli 6 üstü x-in qrafiki yalnız y bəndində göstərilib. Fikir verin, 6 üstü x artan funksiyadır və qrafiki bu şəkildə olacaq. Birinci. Buna eksponenta deyirlər. Baxın, bu bir nöqtəsindən keçən belə bir artan funksiyanın qrafikidir. Yəni, başqa bir qrafikdə, daha doğrusu bənddə 6 üstü x-in qrafiki yoxdur. Ona görə birbaşa y variantını seçə bilərik. Baxaq 11-ci suala. Düzgün altıbucaqlı prizmanın üzlərindən təsadüfən seçilmiş ikisinin paralel üzlər olması hadisəsinin ehtimalını tapın. Siz bilirsiniz ki, n bucaqlı prizmanın n plus 2 sayda üzü vardır. Deməli, altıbucaqlı prizmanın 6 plus 2, 8 dənə üzü var. Və biz ehtimalı tapırıq. Mümkün hallarımızın sayı olacaq. Kombinizon 8-dən 2. Deməli, bizim əlverişli hallarımızın sayı isə düzgün altıbucaqlı prizmanın paralel üzləridir. Gəlin onları tapaq. Görək neçə üzü paraleldir. Burada bunun mən şəklini çəkmişdim sizin üçün. Aha. Fikir verin bura. Burada gördüyünüz kimi, bir dəqiqə gəlin rəngi dəyişək. Sarı olsun. Baxın, indi sayacağım, bir yerdə gəlin sayaq. 1, 2, 3 və 4. Gördüyünüz kimi 4 dənə paralel üz olacaq. Yəni bizim əlverişli hallarımızın sayı oldu 4. Düzdür. Gəlin kombinizon 8-dən 2-ni hesablayaq. Kombinizon 8-dən 2 bərabərdir. 8 faktorial bölünsün 6 faktorial vurulsun 2 faktorial. Bunun yerinə yazırıq. 6 faktorial vurulsun 7 vur 8 bölünsün 6 faktorial vur 2. Bu deyəcək deməli 28. Aparaq yerinə qoyaq. 28-də 4 və yaxud ixtisar eləsək 4-ə cavab eləyəcək 7-də 1. 7-də 1 A bəndi. Baxaq 12-ci suala. Deməli, 12-ci sualda nə deyir? Ədədi silsilə əmələ gətirən 3 ədədin cəmi 18-ə, hasili 120-yə bərabər olarsa, silsilə fərqinin modulunu tapın. 3 dənə ədəd var və ədədi silsilə əmələ gətirir. Tutaq ki, ortadakı ədəd A-dır. O zaman A-dan əvvəlki ədəd olacaq, A çıxılsın D. D burada silsilə fərqidir. A-dan sonraki hədd olacaq, A üstə gəlsin D. Sualın şərtində bizə deyir ki, bunların cəmi 18-dir. Yəni 3A bərabərdir 18-ə. Buradan alarıq ki, A bərabərdir 6-ya. Yəni bizim ədədlərimiz 6 çıxılsın D, daha doğrusu silsilənin hədləri 6 və 6 üstə gəlsin D-dir. Bizə deyir ki, bunların hasili 120-dir. Yəni 6 vurulsun, 6 çıxılsın D vurulsun, 6 üstə gəlsin D bərabərdir 120-yə.
Buradan alarıq ki, 36 çıxılsın d kvadrat bərabərdir 20-yə. D kvadrat bərabərdir 16-ya. Bizə deyir ki, silsilə fərqinin modulunu tapın. Yəni, cavab eləyəcək burada 4. 4 D variantı olacaq cavabımız. 13-cü suala baxaq. Deməli, belə bir integral verilmişdir. Deyir, n-i tapın. Gördüyünüz kimi, burada verilmiş n sayda integralın hər birinin sərhədləri n olduğuna görə biz yeni bir integralın altında bunları yaza bilərik. 1 bölü x, üstəgəlsin 2 bölü x, üstəgəlsin 3 bölü x, üstəgəlsin və s. üstəgəlsin n bölünsün x dx. Bərabərdir, deməli, 42-yə. Deməli, gəlin bunu sadələşdirək. Sadələşdirək deyəndə, yəni ortaq məxrəcə gətirək. Hamısında ortaq məxrəc x onsuz da. O zaman surətdə olacaq 1-dən n-ədək olan ədədlərin cəmi. 1-dən n-ədək olan ədədlərin cəmi düsturu n vurulsun n plus 1 bölünsün 2-dir. Bunu siz müxtəlif üsullarla sərbəst şəkildə ispat edə bilərsiniz ki, bu doğrudur. Gəlin bu kəsr xəttini biraz qısaldaq. Aha. Deməli dx. Həmçinin riyazi induksiya üsulu ilə də göstərə bilərsiniz ən rahatı. Bərabərdir 42-yə. Baxın, burada dx-dir. Burada dx olduğuna görə biz n vur n plus 1 bölünsün 2-yə toxunmuruq. Bu çıxacaq, qarşıya çıxacaq. Yəni integralın qarşısına çıxacaq bu. N vurulsun, n üstəgəlsin 1 bölünsün 2. Vurulsun. Yəni bizim işimiz burada x-ləndir də. İntegral y kub y deməli 1 bölünsün x dx bərabərdir 42-yə. Deməli, nəyin törəməsi 1 bölü x-dir? Ln x-in. O zaman Newton-Leibniz üsuluna əsasən n vur n plus 1 bölünsün 2 bu öz yerində. Ln x deməli y kub y bərabərdir 42-yə. Bunu sadələşdirsək, n vurulsun n plus 1 bölünsün 2. Burada yerinə qoyaq. Ln y kub çıxılsın ln y bərabərdir 42-yə. N vurulsun n plus 1 bölünsün 2. Ln y kub eləyir 3 ln y. Çıxılsın, deməli, bu hissə eləyir 2. Düzdür. 2 vurulsun 2 ixtisar getdi. 2 ilə 2-də 1 daha doğrusu ixtisar getdi. Qaldı sadəcə n vur n plus 1. Bu bərabərdir neçəyə? 42-yə. Təbii ki, aydın şəkildə görünür ki, bu 6-dır. Çünki 6 vurulsun 7 42-dir də burada. Düzdür. Digər kök mənfidir. Zaten n burada mənfi ola bilməz. Düzdürmü? Cavab eləyəcək o zaman 6. 6 y bəndi. Baxaq 14-cü suala. İlk 300 natural ədədin hər birinin 5-ə bölünməsindən alınan bütün qalıqların cəmini tapın. Deməli, gəlin ümumiyyətlə 5-ə bölünmədən alınan qalıqların hansı qanuna uyğunluqla düzüldüyünü araşdıraq. Tutaq ki, 1-dən başlayaq. 1-in 5-ə bölünməsindən alınan qalıq 1-dir. 2-nin 5-ə bölünməsindən alınan qalıq 2-dir. 3-ü 5-ə böləndə qalıqda 3 qalır. 4-ü 5-ə böləndə qalıqda 4 qalır. 5-i 5-ə böləndə qalıqda 0 alınır. Bax, bizim belə deyək də, dövrümüz bu şəkildədir. Deməli, ilk 300 natural ədəd içərisində də hər 5 dənə ədəddən 1 bu təkrarlanacaq. Yəni, 300-ü biz əgər bölsək 5-ə, 60 dənə bu şəkildə təkrarlanan bir qalıqların dövrünü alarıq da. Düzdür. Deməli, bundan 60 dənədir. 60 dənə. Deyir ki, qalıqların cəmini tapın. Alınan bütün qalıqların cəmini tapın. Bunların cəmi neçə eləyir? 1 plus 2 plus 3 plus 4 eləyir 10. 60 dənə olduğuna görə cavabımız eləyəcək 10 vurulsun 60, yəni 600. Deməli, bu qalıqların cəmi olacaq 600. 600C variantı. Baxaq 15-ci suala. 15-də bizə deyir ki, diaqramda 11A, 11B və 11C siniflərindən olan oğlan və qız şagirdlərin sayı verilmişdir. Hər sinifdən təsadüfi olaraq bir oğlan və bir qız seçilərək məktəbin internet saytı üçün bu 6 şagirdin bir sırada dayanmaqla şəkil çəkilməlidir. Mümkün halların neçəsində eyni sinifin şagirdləri yan-yana olar.
11A sinif üzrə mümkün seçimlərimizin sayı nəyə bərabərdir? 11A sinifində neçə oğlan var, neçə qız var? 5 oğlan, 30 qız. 5 vur 30, 150 seçim A sinifindədir. 11B sinifində mümkün seçimlərimizin sayı olacaq 20 oğlan, 10 qız. 200 seçim. C sinifində isə mümkün seçimlərimizin sayı olacaq 25 vurulsun 5, yəni 125. Məktəb üzrə ümumi seçimlərimizin sayı neçə olacaq bəs? 150 vurulsun 200, vurulsun 125. 15-i 2-yə vursaq 35, 125-ə vursaq 375, bir də vurulsun 10 üstü, deməli 4. Belə. İndi deyir ki, 6 şagird bir sırada dayanmaqla şəkil çəkilməlidir. Mümkün halların neçəsində eyni sinifin şagirdləri yan-yana olar. Deməli, 6 şagird yan-yana dayanıb şəkil çəkdirməlidir və bu şagirdlər elə bilin ki, hər biri eyni sinifdən olmalıdır. Yəni, bir qız, bir oğlan, məsələn, 2 nəfər burada, 2 nəfər burada, 2 nəfər də burada dayanmalıdır. Amma bu hər bir 2 nəfər eyni sinifdən olmalıdır. Yəni, bu bir qız 11A sinifindən, bir oğlan 11A sinifindən, yenə buradan bir qız B sinifindən, bir oğlan B sinifindən, buradan da bir oğlan C sinifindən, bir qız C sinifindən olacaq. Deməli, baxın, bunlara biz bir nəfər kimi baxsaq, bunlar 2 nəfər bir yerdə, öz aralarında, baxın, burada demək ki, 3 dənə qrup var, düzdürmü? 2-2 bunlar dayanıblar və bunlar, belə deyək də, bir-birinə sanki yapışıblar. Bunları bir-birindən ayıra bilmərsən. Yəni, bunların hər birinə bir nəfər kimi baxsan, burada, deməli, 3 faktorial sayda yer dəyişmə mümkündür. 2 vur, 2 vur, 2 vur deyirəm. Yəni 3 dənədir, 3 faktorial, yəni 6 dənə burada mümkün yer dəyişmə var. Lakin, məsələn, buradakı oğlanla, buradakı qız da öz aralarında yer dəyişmə icra edə bilərlər də. Neçə dənə? 2 faktorial sayda. Həmçinin burada B sinifindəki qızla oğlan da öz aralarında 2 faktorial sayda yer dəyişmə edə bilərlər. Eləcə də C sinifindəki oğlan və qız. O zaman olacaq 8. Yəni 2 faktorial vur 2 faktorial vur 2 faktorial eləyir 8. Yəni bizim mümkün yer dəyişmələrimizin sayı olacaq 6 vurulsun 8 bərabərdir 48. Deyir ki, mümkün halların neçəsində eyni sinifin şagirdləri yan-yana olar. Heç nə, 48-i vuracağıq buna. 375 vurulsun 10 üstü 4-ə. Bu da eləyəcək deməli, bir dəqiqə. Neçə eləyir? 18 vurulsun 10 üstü 7 eləməlidir. Bəli. Cavab eləyəcək burada C variantı. Baxaq 16-cı suala. Deməli 16. Bizə belə bir kəsik 7 bucaqlı piramida verilmişdir. O1, O2, 6-dır. Yəni bu kəsik piramidanın hündürlüyü verilib 6. Tirişdirklənmiş hissələrin sahələri 4 və 32 olarsa piramidanın həcmini tapın. Kəsik piramidanın həcmi 3/1 H vurulsun. S1 üstə gəlinsin. S2 üstə gəlinsin. Kök altında S1, S2 düsturu ilə hesablanır. Bu şəkli burada olmalıdır bir dəqiqə. Aha. Bizə deyir ki, deməli tirişdirklənmiş hissə 4-dür. Yəni, baxın, bu hissənin sahəsi verilib 4. Bu O2 ilə təpələri birləşdirsəz, baxın, burada 7 dənə bərabər sahəli 3 bucaq alarsınız. Və bizə deyir ki, bax, bu tirişdirklənmiş hissə, bura S, 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 hamısı S-dir. Bizə deyir ki, 2S nəyə bərabərdir? 4-ə. Deməli, S neçədir? Yuxarıda 2. Onda S1 nəyə bərabərdir? Yəni, yuxarı oturacağım, üst oturacağım sahəsi. 7 vur 2, 14. İndi aşağıya fikir verin. Aşağını da yenə təpələrlə birləşdiririk. Və bizə deyir ki, tirişdirklənmiş hissənin sahəsi 32-dir. Yenə bunların hamısının sahələri bir-birinə bərabərdir. 1, 2, 3, 4. 4S bərabərdir 32-yə. Deməli, S neçədir burada? 8. S 8-dirsə, bəs alt oturacaq. Yəni, bu oturacaq sahəsi neçə olacaq? 7S, yəni 7 vur 8, 56. Və sonra bütün kəmiyyətlər var. O zaman həzmi tapaq.
V bərabərdir 3-də 1. Hündürlük 6 idi. S1 üstəgəl S2 14 plus 56 üstə gəlsin kök altında 14 vur 56. 56'nın yerinə yazırıq 14 vurulsun 4. Bərabərdir 2 vurulsun 70 üstə gəlsin. Bu eləyir 28. Düzdür 14 vur 14 buradan 14 çıxır. 4'dən də 2 çıxır. 14 vur 2 28. Bunların cəmi yeri 98. 2'yə də vursaq eləyəcək 196 santimetr kub. Cavab eləyəcək burada. Deməli 196 B variantı. Baxaq 17-ci suala. Dəqiqə bunu silək. Aha. 17. On 17-də deyir ki, bir hədlisin qüvvətinin ən kiçik qiymətini tapın. 20 bölünsün. Deməli 3n çıxılsın 36 vurulsun x üstü 8 bölünsün n çıxılsın 4 y kub. Belə bir hərlidir. Siz bilirsiniz ki, bir hərlinin qüvvəti qüvvətlərin cəmidir də. Yəni 8 bölünsün n çıxılsın 4 üstə gəlsin 3'dür. Və burada məxrəc sıfıra bərabər ola bilməz. Yəni n 12-dən fərqlidir və burada n 4-dən fərqlidir. N fərqlidir 4. Deməli, buradakı n-4 8-in bölənləri olmalıdır. Yəni n-4 bərabərdir 1, n-4 bərabərdir 2, n-4 bərabərdir 4 və n-4 bərabərdir 8. Buradan alarıq ki, n bərabərdir 5, n bərabərdir 6, n bərabərdir 8 və n bərabərdir 12. N bərabərdir 12 ola bilməz. O zaman axırıncı halı biz çıxırıq. Bizə deyir ki, ən kiçik qiymətini tap. Bunun ən kiçik qiyməti üçün aşağı, yəni məxrəc ən böyük olmalıdır. Burada da ən böyük nədir? n-4 4 olduqda da. O zaman yerinə qoysaq 8 böl 4 2, 2 üstə gəlsin 3, cavab eləyəcək 5. Yəni bu bir hərlinin qüvvətinin ən kiçik qiyməti eləyəcək 5. A variantı. Baxaq 18-ci suala. Vektorların uzunluğunun ən kiçik qiymətini tapın. Deməli, siz bilirsiniz ki, vektorun koordinatlarla verilmiş vektorun uzunluğunu tapmamız üçün kök altında həmin vektorun komponentlərinin kvadratları cəmini hesablayırıq. Yəni kök altında tangens kvadrat alfa üstə gəlsin. Bunu da yerinə yaza bilərik. 1 bölünsün tangens kvadrat alfa. Yəni bizə deyir, bunun ən kiçik qiymətini tapın. Belə bir bərabərsizlik vardır. Buna Koşi bərabərsizliyinin xüsusi halı deyə bilərik. Üstə gəlsin 1 bölünsün tangens kvadrat alfa böyük bərabərdir 2 vurulsun kök altında tangens kvadrat alfa üstə gəlsin 1 bölünsün vurulsun daha doğrusu vurulsun tangens kvadrat alfa. Bunlar getdi. Qaldı nə? Tangens kvadrat alfa üstə gəlsin 1 bölünsün tangens kvadrat alfa böyük bərabərdir 2-dən. Əgər bu ifadə 2-dən böyük bərabərdirsə, onun kök altında deməli tangens kvadrat alfa plus 1 bölü tangens kvadrat alfa kök altında 2-dən böyük bərabər olacaq. Sanki buradan hər iki tərəfdən kök aldıqda, yəni belə. Uzunluğun ən kiçik qiymətini soruşur, eləyəcək elə kök altında 2. D variantı. İndi isə baxaq deməli 19-cu suala. 19-da nə deyir? Mərkəzi 3-cü rübdə radiusu 4 olan çevrə koordinat oxlarına toxunur. Maraqlı sual oxşuyur. Deməli, belə bir düzbucaqlı Descartes koordinat sistemi götürək. YX. Deyir ki, mərkəzi 3-cü rübdədir və radius 4-dür. Yəni, çevrə mərkəzi olsun burada olsun, tutaq ki. Radius 4-dürsə, o zaman baxın, bura mənfi 4-dür. Burada 4-dür. Çevrə mərkəzi buradadır. Bizə deyir ki, apsis oxu boyunca 5 vahid sola. Apsis oxu boyunca 5 vahid sola getdikdə gəlirik bura. Mənfi 9-a. Yəni aşağıdan yazaq. Bax, bura mənfi 4-dür. Mənfi 4. Bura mənfi 9-dur.
Ordinat oxu boyunca 8 vahid yuxarı. Baxın 4 vahid bura gəlirik. 4 vahiddə bir dənə də yuxarı qalxırıq. Gəlirik bax bura. Bura -4-dür. Gəldik bura. Bura elədi 4. Deməli bizim hal-hazırda çevrənin mərkəzi burdadır. Baxın çevrəmizin mərkəzi hal-hazırda baxın burdadır. Bizə deyir ki, alınan çevrəni y bərabərdir üst-üz xəttinə nəzərən simmetrik çevirdilər. Y bərabərdir üst-üz xətti. Baxın budur. Bax bu 3-dür və bu y bərabərdir üst-üz xəttidir. Və bu y bərabərdir üst-üz xəttinə nəzərən çevirmə zamanı bilirsiniz nə baş verir? Bax 4 ilə 3 arasında fərq nədir? 1. Deməli bax 3-dən 1 vahid düşəcək aşağı. Bax belə. Sanki bu hissə ilə bu hissə bərabər olmalıdır da. Düzdür? O zaman bura neçə olacaq? 3-dən 1 vahid aşağı 2. Yəni bizim yeni çevrəmizin mərkəzinin koordinatları olacaq. X-i 2, y-i -9. Yəni baxın bizim yeni mərkəzimiz buradadır. Belə. Yəni x eləyəcək 2, y eləyəcək -9. Radius da var əlimizdə 4. O zaman çevrən təni olacaq. Üzr istəyirəm bir dəqiqə. X 9-dur, x -9-dur. Y 2-dir. Düzdür, r-də 4-dür. Çevrən təni də olacaq x + 9-un kvadratı üstə gəlinsin. Y çıxılsın 2-nin kvadratı bərabərdir 4-ün kvadratı 16. Cavab eləyəcək burada Y variantı. Belə. Baxaq 20-ci suala. Deməli 20. Bunun şəklini mən burada çəkmişdim. Bu. Və burada söhbət nədən gedir? Bir dənə fikir verin. Bizə deyir ki, SS1 DD1-ə bərabərdir. Yəni baxın bu hissə SS1 bərabərdir DD1-ə. AA1, yəni baxın bu AA1 bərabərdir FF1-ə. O da bərabərdir 3-ə. Yəni bura 3-dür. Burada 3-dür. BB1, yəni baxın bu hissə BB1 bərabərdir YY1-ə. O da bərabərdir 4,7. Bilirsiniz burada məsələ nədir? Biz əgər baxın bu düzgün altıbucağının bu üst üzləri var, üstdəki və aşağıdakı üzlərinin simmetriya mərkəzini çəksək, gəlin bir də bunun simmetriya mərkəzini göstərək. Baxın bu nöqtə onun simmetriya mərkəzidir. O1. Həmçinin aşağının da simmetriya mərkəzini çəkək. Bax burada O2. O1, O2 bax bunları bir-birinə birləşdirsəz. Burada belə bir münasibət var. BB1 ilə YY1-in cəmi yarısı bərabərdir O1, O2-yə. BB1 ilə YY1-in qiymətləri var da 4,7 üstə gəlsin 4,7 bölünsün 2 bərabərdir O1, O2-yə. O zaman O1, O2 nəyə bərabərdir? 4,7. Bizdən nəyə soruşur? SS1-i. SS1-ə deyək ki, Y. Düzdür. SS1 ilə FF1-in deməli cəminin yarısı da 4,7-dir. Yəni 4,7 bilirsiniz O1, O2-nin uzunluğudur. Gəlin yazaq bir dənə bunu. FF1 üstə gəlsin SS1 bölünsün 2 bərabərdir O1, O2-yə. FF1-in uzunluğu 3-dür. SS1 bizə lazımdır. Bölünsün 2 bərabərdir 4,7-yə. Buradan alarıq ki 3 + x bərabərdir 9,4-ə. Buradan da alarıq ki x bərabərdir 6,4. Cavabımız oldu burada. Deməli 6,4 Y variantı. Baxaq 21-ci suala.
Deməli, radiusu 1 olan konqruent çevrələri şəkildəki kimi toxunurlar. Bu çevrələrin mərkəzlərini ardıcıl birləşdirməklə alınan altıbucağlının sahəsini tapın. Gördüyünüz kimi, baxın, burada belə bir fiqur var. Görürsünüz ki, burada bir dənə kvadrat var, düzdür? Bu kvadratın sahəsi nəyə bərabərdir? Radius 1-dirsə, tərəf oldu 2. Onda S kvadrat oldu 4. Burada da 2 dənə bərabər tərəfli üçbucaq var, hansı ki, tərəfi 2-dir. Birinin sahəsini tapsaz, eləyəcək 4 kök 3 bölünsün 4, yəni kök 3. 2 dənə deyə 2-yə vururuq da. O zaman olacaq 2 kök 3. O zaman S ümumi nəyə bərabər olacaq? 4 kvadratın sahəsi. 2 dənə də bərabər tərəfli üçbucağın sahələri cəmi, yəni 2 kök 3. Buradan 2-ni mötərizə xaricdən çıxarsaq, eləyəcək kök 3 üstə gəlsin 2. A variantı. Baxaq 22-ci suala. Deməli, gəlin buradan davam edək. 22. Cəmi 150 olan alfa və beta bucaqlarından alfanın dərəcə ölçüsünü 2 dəfə artırıb, betanın dərəcə ölçüsünü 60% azaltdıqda uyğun tərəfləri paralel olan bucaqlar alınır. Alfa ilə betanın cəmi neçədir? 150. Bizə deyir ki, alfanı 2 dəfə artırıb, yəni 2 alfa, betanın ölçüsünü 60% azaltdıqda, o zaman o eləyir 0,4 beta. Deyir ki, uyğun tərəfləri paralel olan bucaqlar alınır. Bu bucaqlar uyğun tərəfləri paraleldir və burada 2 hal var. Ya bunlar eyni növlüdürsə, bir-birinə bərabərdir, müxtəlif növlüdürsə cəmi 180-dir. Yəni 2 hala baxacağıq. Tutaq ki, birinci halda bunların cəmi 180 dərəcədir. O zaman belə bir tənliklər sistemi alırıq. Gəlin yuxarıdakı tənliyi 2-yə vuraq. Olacaq 2 alfa üstə gəlsin 2 beta bərabərdir 300. 2 alfa üstə gəlsin 0,4 beta bərabərdir 180 dərəcəyə. Tərəf tərəfə çıxsaq 1,6 beta bərabərdir 120. Beta bərabər olacaq burada. Deməli, neçəyə bərabər olacaq? 120-ni 1,6-ya böləndə deməli, eləyəcək 75 dərəcə. Beta 75-dir. O zaman alfa da burada yerinə qoysaq, alfa eləyəcək 75 dərəcə. İkinci halda 2 alfa bərabərdir 0,4 betadır. Buradan alarıq ki, alfa 0,2 betadır. Aparaq burada yerinə qoyaq. 0,2 beta üstə gəlsin beta bərabərdir 150 dərəcəyə. 1,2 beta bərabərdir 150 dərəcəyə. Buradan alarıq ki, deməli, deməli 150-ni də 1,2-yə bölsək, eləyəcək 125 dərəcə. Beta 125 dərəcədir. O zaman alfa eləyəcək 25 dərəcə. Deməli, alfanı bir dəfə 75 dərəcə, bir dəfə də 25 dərəcə tapdıq. Deyir, alfanı ala biləcək qiymətlərin cəmini tapın. Yəni 75 plus 25 cavab eləyəcək 100 dərəcə. A variantı. Baxaq 23-cü suala. Hündürlük 1 və diaqonalının böyük oturacaq üzərindəki proyeksiyası kök 3 olan bərabər yanlı trapesiyanın tərəflərin orta nöqtələrinin birləşdirməsindən alınan dördbucaqlının perimetrini tapın. Deməli, belə bir trapesiya var. Bərabər yanlıdır həmçinin. Hündürlükdə 1-dir. Və deyir ki, böyük diaqonalın oturacaq üzərindəki proyeksiyası kök 3-dür. Baxın, bu böyük diaqonaldır. Və bunun proyeksiyası bu hissədir. Bu hissə verilib bizə kök altında 3. Biz D-ni tapa bilərik də Pifaqora görə. D kvadrat bərabərdir 1 üstə gəlsin 3. D deməli neçədir? 2. D 2-dir və biz bilirik ki, bərabər yanlıdır deyə bunun diaqonalları bir-birinə bərabərdir. Yəni D1 2-dir, həmçinin D2 də 2-yə bərabərdir. İndi gəlin bunları silək. Bizə deyir ki, tərəflərin orta nöqtələrinin birləşdirilməsindən. Gəlin tərəflərin orta nöqtələrini göstərək və bunları birləşdirək. Baxın, burada çox maraqlı bir teorem var. Buna deyirlər Varignon teoremi. İndi onu sözlə də ifadə edəcəm. Baxın, bu hissələr bir-birinə bərabərdir.
Bax, buna deyirlər, deməli, Varignon teoremi. Varignon teoreminə əsasən ixtiyari dördbucaqlının tərəflərinin orta nöqtələrini birləşdirdikdə alınan fiqur paralleloqramdır və bu paralleloqramın perimetri, hansı ki, sualda bizdən soruşur, həmin dördbucaqlının, yəni tərəflərin orta nöqtələrini birləşdirilmiş dördbucaqlının diaqonalların cəminə bərabərdir. Yəni P fiqur bərabərdir D1 üstəgəlsin D2-yə. O da eləyəcək 4. Cavabımız oldu bizim burada 4. Baxaq 24-cü suala. 24-də deyir ki, deməli, funksiyasının törəməsinin qrafikinə əsasən Gx bərabərdir 3/1 x vurulsun fx funksiyasının qrafikinə apsisi 2 olan nöqtədə çəkilmiş toxunanın buzaq əmsalını tapın. Bu qrafikdən biz gəlin əvvəlcə funksiyanı quraq. Hansı ki, bu fx funksiyasının törəməsidir o. Siz görürsünüz ki, y bərabərdir kx plus 5 şəklindədir də bu. Deməli, funksiyanın qrafiki. Yəni, düz xəttin bucaq əmsalı tənlik şəklində verilmişdir. Və qrafikdən görünür ki, b 12-yə bərabərdir. Yəni, y bərabərdir kx plus 12-dir. Və bu nöqtənin koordinatları nədir? Yəni, bu qrafik -2, 0 nöqtəsindən keçir. O zaman x-in yerinə -2 qoysaq, -2k üstəgəlsin 12 bərabərdir 0-a, k bərabərdir 6-ya. Deməli, bizim tənliyimiz y bərabərdir 6x üstəgəlsin 12 şəklindədir. Bunu da ibtidai funksiyası eləyəcək. 3x kvadrat üstəgəlsin 12x plus c. Son şərtində bu bizə verilib. Ax kvadrat üstəgəlsin bx çıxılsın 15. Yəni, bizim funksiyamız, fx funksiyamız nədir? 3x kvadrat üstəgəlsin 12x çıxılsın 15 şəklindədir. Deyir ki, gx bərabərdir 3/1 x vurulsun fx. Fx-in yerinə bunu yazaq. 3-ü də mötərizə xaricinə çıxaraq x kvadrat üstəgəlsin 4x çıxılsın 5. Bu nəyə bərabərdir? 3-lər gedir, x vurulsun. İçəri vursaq, x kub üstəgəlsin 4x kvadrat çıxılsın 5x. Yəni, bizdən bu funksiyanı soruşur. Deyir ki, funksiyasının qrafikinə apsisi 2 olan nöqtədə çəkilmiş toxunan buzaq əmsalını tapın. Yəni, x0 verilib bizə 2. Yəni, bu funksiyanın törəməsində x0-ın yerinə 2 qiymətini yerinə qoyub k-nı tapacaq da. Onda j törəmə x0 nəyə bərabər olacaq? 3x kvadrat üstəgəlsin 8x çıxılsın 5. Aparaq yerinə qoyaq. 3 vurulsun 4 üstəgəlsin 16 çıxılsın 5. 28 çıx 5. Cavab verəcək burada 23. Cavabımız oldu burada bizim 23. Baxaq 25-ci suala. Kök altında -x üstəgəlsin modul x bərabərdir 6 olarsa, modulda 3x plus 1 üstəgəlsin x ifadəsinin qiymətini hesablayın. Gördüyünüz kimi burada cüt dərəcənin kökün altında -x var. Aydındır ki, o zaman x sıfırdan kiçik olmalıdır ki, bu ifadənin mənası olsun. İndi, məsələn, deyə bilərsiniz ki, məsələn, mənfi olduqda da mənası var. Məsələn, kompleks ədədlər çoxluğunda mənası yoxdur. Yəni, ümumiyyətlə, kök işarəsi həqiqi ədədlərdən kök almaq üçün istifadə olunur. Yəni, kök işarəsinin, yəni, i bərabərdir kök altına -1 yazılışı, bu düzgün deyil ümumiyyətlə. Nəysə, indi məsələ o deyil, amma yenə də dedim. Yəni, müsbət ədəddən kvadrat kök almaq üçün istifadə olunur da. Belə. X mənfidir. O zaman modul x nəyə bərabərdir? Modul x bərabər olacaq, deməli, -x-ə. Bərabərdir 6-ya. Kök altında -x bərabərdir 6 üstəgəlsin x-ə. Hər tərəfi kvadrata yüksəldəndə, baxın, burada hər tərəf kvadrata yüksəldəndə, burada -x qalır. Üstəgəlsin, deməli, 36 plus 12x plus x kvadrat.
X kvadrat mənfi x-i bu tərəfə keçirsə, üstə gəlsin 13x plus 36 bərabərdir 0-a. Bu təyin köklərindən biri mənfi 4-dür, digəri isə mənfi 9-dur. Mənfi 9 ödəmir, çünki bura mənfi ola bilməz bu hissə, çünki buna bərabərdir. Mənfi 9 kənar kökdür, deməli x mənfi 4-dür. Aparaq yerinə qoyaq, mənfi 12 üstə gəlsin 1, çıxılsın 4. Bu eləyir mənfi 11, mənfi 11-dən modulda çıxır 11, 11-dən 4 çıxırıq, eləyir 7. Cavabımız oldu bizim burada 7. Baxaq 26-cı suala. Deməli, çənin 30% A kranı ilə 6 saata dolur. 10% isə B kranı ilə 3 saata boşalır. Hər iki kran açıq olarsa 20% dolan çən neçə saata tam dolar? Çənin 30% A kranı ilə 6 saata dolur. Yəni 30% 6 saata dolur. Bəs 100% neçə saata dolar A kranı ilə? Buradan x-i taparıq 20. 20 saata A kranı ilə bu nədir bu? Çən dolar. 10% B kranı ilə 3 saata boşalır. Bəs 100% neçə saata boşalar? Bura y yazaq. Y bərabər olacaq deməli 30 saata. 30 saata B kranı ilə deməli bu çən boşalır. O zaman bunlar birlikdə 1 saata işləsələr 20-də 1 çıxılsın 30-da 1. Bu çənin 60-da 1 hissəsi nə olar? Dolar. Bizə deyir ki, hər iki kran açıq olarsa 20% dolu olan çən neçə saata tam dolar? Baxın, deməli 1 saata belə yazmayaq da, necə yazaq bunu? Baxın, burada deməli 60-da 1 nə deməkdir? O deməkdir ki, 1 saat 60-da 1 hissəsi dolur. Yəni 60 saata tam dolar da. Düzdürmü? 60 saata bunun 100% dolar. Bizə deyir ki, 20% dolu olan çən. 20% doludursa, deməli bizim doldurmalı olduğumuz hissəmiz 80%-dir. Neçə saata dolar? Buradan da tənasübü həll eləsəz, olacaq 48 saat. Cavabımız olacaq bizim 48. Baxaq 27-ci suala. İfadələrlə dəyişənlərin mümkün qiymətləri arasında uyğunluğu müəyyən edin. Birinci ifadəyə baxın. 5 çıxılsın x üstü mənfi 3-də 1. Biz demişik ki, orta məktəb proqramında ən azından mənfi ədədin kəsr üstü qüvvətinə baxılmır. Yəni 5 çıxılsın x müsbət olmalıdır. Mənfi x deməli böyükdür mənfi 5-dən, x kiçik olacaq 5-dən. Bir də oldu b. İkincinin heç bir məhdudiyyəti yoxdur. Burada x-in yerinə istənilən ədəd qoya bilərik. Yəni bütün həqiqətlər çoxluğunu. Yəni y variantı. 3-də isə deməli burada 2 məsələ var. Bir məxrəc 0 olmasın. Bir də ki müsbət olsun. Yəni x minus 5 böyük olsun 0-dan. X böyüdür 5-dən. Yəni D variantı. 1B, 2Y, 3D. İndi isə baxaq 28-ci suala. Deməli 28. 28-də məsələ nədir? A nöqtəsindən O mərkəzini çevrəyə AB asiyə toxunanları AO parçası üzərində F nöqtəsinə isə çevrəyə FD FY toxunanları çəkilmişdir. BDS 120-dir. Aha, sinus DEF-u DF10-u soruşur. Bunun da şəkli burada var. Gəlin bunun üzərində baxaq buna. Deməli BDS 120-dir. BDS 120-dirsə, baxın bu qövs 120-dirsə, bunu elə bir ki bu bucaqla bu qövsün dərəcə ölçüsü 180 olmalıdır. Onda baxın bu bucaq oldu 60 dərəcə. Bu da tənböləndir də. Mərkəzlə birləşdirəndə bu xətt tənbölən olur. Onda bura 30 dərəcədir bu bucaq. Bu bucaq da 30 dərəcədir. Bizə deyir ki, AF 1-dir. AF FO 1-3 nisbətindədir. Yəni bura tutaq ki 3K-dır. 3K. Baxın burada K-dır. Gəlin belə eləyək. Buradan
belə bir hündürlük çəkək. Hündürlük deyəndə artıq bu radius olur. Bu da həmçinin radiusdur. Bunlar toxunan olduqlarına görə. Bu da r-dir. Deməli, bu da olacaq r. İndi baxın, burada siz fikir verin bu yekə üçbucağa. Bu yekə bir dənə üçbucağa fikir verin. Bu üçbucaqda 30-un qarşısında r-dir. Onda hipotenuz, yəni bu 4k bərabər olacaq 2r-ə. O zaman k bərabərdir r bölünsün 2. K r bölünsün 2-dirsə, bura olacaq 3r bölünsün 2. OF. 3r bölünsün 2. Burada olacaq deməli, baxın bu hissə. R bölünsün 2. Düzdür? Bizə deyir ki, bu bucağın sinusunu tapın. Baxın, buradakı bu bucağın sinusunu tapın. Sinus alfa nəyə bərabərdir? Qarşı katet r bölünsün hipotenuz 3r bölünsün 2. Bu da edir r vurulsun. Deməli 2 bölünsün 3r. Yəni 3-də 2. Cavab edəcək burada 3-də 2. Baxaq 29-cu suala. Deməli 29-cu sualda deyir ki, avtobusun sürəti minik avtomobilin sürətinə 18 km/saat az olduğuna görə, deməli 270 km məsafəni minik avtomobilinə nəzərən 45 dəqiqəyə gec qət etdi. Avtobusun sürətini tapın. Deməli, avtobusun sürəti olsun V. Deməli, avtobus sürəti olsun V. Minik avtomobil yazaq buna da. O zaman sürəti olacaq V üstə gəlsin 18. Bizə deyir ki, az olduğuna görə 270 km məsafəni minik avtomobilinə nəzərən 45 dəqiqə gec qət etdi. 45 dəqiqə nə deməkdir? Baxın, 45 dəqiqə. Bunu 60-a bölsək, 4-də 3 saatdır da. 4-də 3 saat. Deməli, biz mexanikadan bilirik, belə bir düstur var. T bərabərdir S bölünsün V. Düzdür? 4-də 3 saat gec qət etmək o deməkdir ki, deməli, 270 bölünsün V çıxılsın 270 bölünsün V üstə gəlsin 18 bərabərdir 4-də 3-ə. Və salam, bunu həll etməliyik. Hər tərəfi 3-ə bölsək 90 bölünsün V çıxılsın 90 bölünsün V üstə gəlsin 18 bərabərdir 4-də 1-ə. Ortaq məxrəcə gətirək. V vurulsun V üstə gəlsin 18 90 vurulsun V üstə gəlsin 18 çıxılsın 90 V bərabərdir 4-də 1-ə. Sadələşdirək bunu. 90 V üstə gəlsin 90 vurulsun 18 çıxılsın 90 V bölünsün V vurulsun birbaşa yazaq V kvadrat plus 18 V bərabərdir 4-də 1-ə. Bunlar getdi. Çarpı şəkildə vursaq, deməli, V kvadrat üstə gəlsin 18V bərabərdir 90 vurulsun 18 4-ə vursaq 72. V kvadrat üstə gəlsin 18V çıxılsın 90 vurulsun 72 bərabərdir 0-a. Fikir verin, bu təyin kökləri elə burada gizlənib də, görürsünüz, heç gizlənməyib. 90-dan 72-dir. Yəni köklər hasili 90 vur 72, cəmi 18. Deməli, bu təyin köklərinin biri mənfi 90-dır. Digəri isə müsbət 72-dir. Təbii ki, sürət mənfi ola bilməz. Cavab edəcək burada 72. Bizə deyir ki, avtobusun sürətini tapın. Avtobusun sürəti də deməli V idi də. Cavab olacaq burada 72. Baxaq sonuncu isbat sualına. Deməli, buraları silək. Deməli, 30-cu sual. Aha. Bizə nə deyir burada? Gəlin bunu biraz belə eləyək. Aha.
ABC itibucaqlı üçbucağının BN hündürlüyü üzərində qeyd olunmuş M nöqtəsindən A və C təpələrinə qədər məsafələrin kvadratları fərqinin BA, BC tərəflərinin kvadratlar fərqinə bərabər olduğunu isbat edin. Gəlin bunu burada çəkək. Burada bir M nöqtəsi var. Təpələrlə birləşdiririk. Deməli, bura hündürlükdür. A, N, C. Burada B'dir. Bizə deyir ki, A və C təpələrinə qədər məsafələrin kvadratları fərqinin, yəni bura olsun A, bura olsun B, BA və BC, bura olsun M, bura olsun N. Deməli, biz isbat eləməliyik ki, A kvadrat çıx B kvadrat bərabərdir M kvadrat çıxsın N kvadrat. Düzdür? Aha. Gəlin onda belə eləyək də. Tutaq ki, bura olsun C, bura olsun D, bura olsun X, burada olsun Y. Əvvəlcə yazaq belə. Buradakı bu düzbucaqlı üçbucağa əsasən yaza bilərik ki, A kvadrat bərabərdir C kvadrat üstə gəlsin Y kvadrat. Digər tərəfdən bu üçbucağa görə B kvadrat bərabərdir deməli D kvadrat üstə gəlsin Y kvadrat. Bunlar tərəf-tərəfə çıxsaq qalacaq A kvadrat çıx B kvadrat bərabərdir C kvadrat çıxılsın D kvadrat. Düzdür? İndi siz fikir verirsiniz nəyə? İndi baxın bu böyük düzbucaqlı üçbucağa. Bu düzbucaqlı üçbucaqda M kvadrat bərabərdir C kvadrat üstə gəlsin X plus Y-in kvadratı. Buradakı üçbucaqda isə N kvadrat bərabərdir D kvadrat üstə gəlsin X plus Y-in kvadratına. Bunlar tərəf-tərəfə çıxsaq, bunlar getdi. Qaldı nə? M kvadrat çıxılsın N kvadrat bərabərdir C kvadrat çıxılsın D kvadrat. Bu da C kvadrat çıx D kvadratına bərabərdir. Bu da. Deməli, buradan alırıq ki, A kvadrat çıxılsın B kvadrat bərabərdir M kvadrat çıxılsın N kvadrat. Bizdən də bunu soruşurdu. 5 təklifi isbat etdik. Bu qədər. Sağ olun.